Hansı əşya olmaq istəyərdin Fuad? Yastıq. Çox gözəl. Nəyə görə bəs? İstəyirəm hamı qucaqlasın məni. Qayğıya ehtiyac olan qardaşım. Bəli, amma yəqin ki fərqindəsən ki, hər zaman Megan Fox'lar qucaqlamayacaq səni Fuad. Akif dayı da ola bilər o. Divanın üstündəkini istəmirəm, onu ora-bura tullayırlar. Yataq otağındakı istəyir. İnşallah bir yeniyetmənin əlinə keçməz. Mən istəyərdim ki, duş, o kobra duşlardan ondan olum. Nəyə görə? Səbəbini də soruşmağa çəkinirəm açığı. Hamıya baxım da. Duş olanda baxmaqla kifayətlənmirsən, o da var. 0645 yazır ki, salam axşamınız xeyir. Mən lom olmaq istəyərdim ki. Köhnə kişilərin papağı olmaq istəyərdim ki, namusumuzu, qeyrətimizi qoruyaq. İndi nəsə bir etirazınız var. O vaxtı böyümüşük, papağımız, aerodromumuz həmişə başımızda olub, təsbihimizə əlimizdə. Təzə kişilər də biz köhnə kişilərə bənzəsinlər. 50-50 İngilis demişkən əllər. Qəşəng. Çalışır. Mən güzgü olmaq istəyərdim. Nəyə görə? Xəyanətə daranan saçlara baxıb nifrət eləmək istəyərdim. Bir dəqiqə, xəyanətə daranan saçlara baxıb nifrət eləmək istəyərdim. Amma sənin nifrət eləməyin ona bir təsir edəcək. Onun üçün heç nə dəyişmir Həbib, adaş. Bu insanlar o qədər ürəyi təmiz olur ki, o qədər saf olur ki, gələn anladır, gedən anladır. Demək ki, istisnalar var. Qarşı cins xəyanət eləyərsə, onun elə günahkarı kişi özüdür. Adada boşluq buraxır ki... İlk dəfədir bunu deyən kişi eşidirəm, nə gözəl. Həbiblər belədir. Bəli, Həbib özümdən bilirəm. İndi bu dəqiqə hansısa bir qadın üçün reyting eşləyir. 3146 yazır ki, olmaq istədiyim çox əşya var, amma olmaq istəmədiyim bir şey var. O da ayaqqabı geyinən, rajok, yəni dabankeş. Bəli, tam razıyam səninlə, qoşuluram bu fikrə.